Maçdağa qəsəbəsində yaşayışlı, şəxsi mülk olan bir evi sizə təqdim edirəm. 3 otaq, sahəsi də 90 kvadrat olan bir evdir. Həyətini inşallah irəlidəki dəqiqələrdə göstərəcəm. İlk olaraq evin qonaq otağından başlamaq istədim. Bir daha qeyd edirəm, şəxsi mülkdür, yaşayışlı evdir. Yerləşir Maçdağa qəsəbəsində. Palma Market deyilən ərazinin tam yaxınlığındadır ki, qapısına qədər asfalt yoldur. Qaz, işıq, su xətləri hamısı daimi işlək vəziyyətdədir. Bu evin hazırda uşaq otağı kimi istifadə olunur və yataq otağını göstərim. Əşyaların yığımından dəyərli izləyicilərimiz otağın ölçüsünü təxmin etmək mümkündür. Və keçid alaq sanuzel sanitar qovşağı. İkisi birlikdə inşa olunub. Sənədi bələdiyyədir. Qiymətinə gəldikdə isə çox münasib bir qiymətdir. Maçdağa kimi bir yerdə. Maşın girən həyətli 3 otaq ev 45.000 manatla satışda olacaq inşallah. Real alana ki, mütləq şəkildə endirim olunacaq. İzləmədə qalın, zəhmət olmasa evin çöl hissəsini göstərim. Buyurub baxa bilərsiniz. Bu da evin çöl hissəsidir. Rahatlıqla bir maşın həyətə daxil olur ki, digər bir hissəni də istirahət yeri kimi oturmaq üçün, hətta yelləncəyinə qədər var. Tam istirahət olunası bir səliqəli həyətdir. Qiymət çox münasibdir. Bir daha qeyd edirəm, cəmi 45.000 manata. Hansı ki 45.000 manatın belə endirim yeri olacaq. İnşallah ki, xeyirlisi ilə sahibinə qismət olsun.